Bodruma gedənlər mütləq bu yerlərə də getsinlər. Bodrumla bağlı son videomdur. Torbadan Bodrum mərkəzə təxminən 15 dəqiqəyə çatdıq. Burada çarşılar, mağazalar, restoranlar, müxtəlif yerlər var. Suvenirlər, paltar mağazalar, yəni bir çox yeri siz burada görə bilərsiniz. Bodrum yazdığınız zaman keşfətdə çıxan yerlərdən biri də Mandalin sokakdır. Bodrum yeni otoqarına yaxın, elə Bodrum mərkəzə yerləşir. Mütləq bura gedin. Bodrum mərkəzə biraz da gəlsəniz, Bodrumdakı digər maraqlı küçələri də kəşf edəcəksiniz. Elə oradan da yollandıq Bodrum Yalıqavağa. Yalıqavaq üçün ürəyim getdi. Çox gözəl bu havası var. Bodrum mərkəzdən Yalıqavağa 40 dəqiqəyə çatdıq. Hava hələ də günəşli olduğu üçün əyləşdik cookshopda. Marakuyalı mojito götürdük. Dadı həqiqətən çox pis idi. Cookshopun interyeri çox gözəl idi. Tək cookshopun yox, demək olar ki, bütün restoranların və brendlərin mağazalarının da çox gözəl interyerləri var idi. Demək olar ki, bütün tanınmış brendlərin də belə böyük binaları var idi. Gördüyünüz özəl yaxtalarda kirayə eləmək olur. Dior mağazasını çox bəyəndim. Həmçinin çox adam da Dior mağazasının qarşısında da şəkillər çəkdirir. Həftə sonu 5-ci gün getdiyimiz üçün demək olar ki, bütün restoranlarda rezervasiya ilə çalışırdı və çoxusu da dolu idi. Qeyd edim ki, qiymətlər internetdə gördüyünüz qiymətlərlə eyni idi. Və mən düşünürdüm ki, Bodrumda hər yer bir-birinə yaxındır, ancaq heç elə deyildi. Hər yer bir-birindən tamamilə fərqli məsafədə idi. Otelimiz Torba bölgəsi idi. Torba bölgəsindən növbəti gün Gümüşlüyə 1 saata gəldik. Bodrum yazanda bu restoranlar çıxır. Burada balıqçılar, məzələr, belə tip restoranlarda ən çox tanınmış da Melengeçdən Mimozadır. Gün batımı zamanı gəldiyinizdə rezervasiya mütləqdir və dəhşət çox adam olur. Mən çəkiliş edə bilim deyə biz biraz daha tez getmişdik. Bura üçün də ürəyim getdi. Çox gözəl idi. Restoranların hamısı da dənizə çox yaxın məsafədə yerləşir. O qədər huzurlu vaxt keçirirsiniz ki. Asimnog və kalmar sifariş etmişdik. Hər ikisinin dadı da xoşumuza gəldi. Ümumi hesabımız burada 130 manat oldu. Bura gün batımında gəlmək məncə daha gözəl olar, ancaq mütləq rezerv edərək gedin. Hava da isti olduğu üçün bizim otelimizlə buralar arası məsafədə biraz olduğu üçün get-gəliş biraz çətin olurdu. Daha sonra Bodrumun biraz marketlərinə düşdük, baxdıq, bir neçə fərqli məhsullar daldım. Qeyd edim ki, buradakı BİM-dəki qiymətlər də baha deyildi. Bodrumu çox sevdim, yenə mütləq gələcəm.